Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünkü verilişimizde biz daha bir fitnekarın, daha bir din düşmanının, Müslümanları birbirine karşı karşıya koyan daha bir Yahudi mollasının yalanlarını ifşa edeceğiz. Bu Cübbeli Ahmet deyilen insanın fitnelerine kulak asın. Hamane'in kafasında sarık var diye aldanmayın. Hümeyni denen adam her sabah namazında yaptığı kunutta ey Allah Kureyş'in iki Davut'u Ebu Bekir ve Ömer'e lanet et demeden namazı bitirmez. Şimdi kimden bahsediyorsun? Hangi Müslümandan bahsediyorsun? Hangi sarıktan bahsediyorsun? Namaz kılıyor, niye böyle konuşuyorsun? Kıldığı namazda Ebu Bekir Ömer'e lanet ediyor. Böyle namaz mı olur? Adı Ömer diye nice çocukları öldürdüler diyor, öldürüyorlar diyor. İşte İran rejiminin, Haçlı Şabi'nin yaptıkları. Binlerce kadının ırzına geçtiler. Bak ne diyor? Babasının gözünün önünde kızına tecavüz ediyor. Bunlar bunu ibadet, vazife sayıyor. Bunlar öyle bir mezhepçilik yapıyorlar ki hiçbir ehli sünnet, hiçbir Şia'nın ne vatanına taarruz eder. Hiç böyle bir derdi yok. Ama Şia Yemen'de ne işi var İran'ın? Bahreyn'de ne işi var İran'ın? Irak'ta ne işi var? Suriye'de ne işi var? Bütün dünyayı mikser gibi böyle karıştırıyor. Amerika ve İsrail onun maşasıyla ehl-i sünnet Müslümanları boğazlatıyor. Şimdi Kur'an'ımıza eksik diyorlar. Hazreti Osman ayetleri Kur'an'dan çıkarttı diyorlar. Allah Kur'an'ı koruyacak ayetini reddediyorlar. Ondan sonra o 100 küsur bin, 110 bin küsur sahabenin hepsine kafir diyorlar. Ayşe anamıza zina iftirası ediyorlar. Burada bir Müslümanlık söz konusu değil. İsim bizi aldatmasın. İsimler bizi karıştırmasın. Gördüğünüz kimi birbaşa açıq-aşkar Qərb düşməni olan Amerika Birleşmiş Ştatları, İsrail düşməni olan insanlara, qurumlara, təşkilatlara iftira atmaqla, yalandan onları şərləməklə məşğuldur. Adam deyir ki, İmam Xümeyni namazda Əbu Bəkir və Ömərə lənət oxuyur. Yəni, bir dənə fakt qoysun ortalığa, bir dənə nöqtə qoysun ki, onların dilindən, ümumiyyətlə Şiə alimlərinin dilindən belə bir ifadə çıxıb. Şiənin mötəbər kitablarında belə bir ifadə yazılıb. Yoxdur belə bir şey. Bu iftira atır, yalan danışır. Niyə? Çünki bu Yahudi köləsidir, onlar isə, Şiələr isə Yahudiyə qarşıdır, Sünnilər isə Yahudiyə qarşıdır. İkinci deyir ki, Ömer adlı uşaqları adı Ömer olduğu için öldürürlər Şiələr. Yenə də yalan deyir. Nə qədər Ömer adlı Şiələr var, nə qədər Ömer adlı, Ömer təkcə xəlifə Ömerə aid deyil ki, xəlifə Ömerdən əvvəl də sonra da insanlar mövcud idi ki, adları Ömer idi. Ona görə adam öldürürlərmi? Əslində İmam Xümeyni başda olmaqla bütün İslam alimləri deyirlər ki, Sünni-Şiə ixtilafını salmaq şeytana xidmət eləməkdir. İmam Xümeyninin sözüdür ki, Sünni ilə Şiə dartışanda ki, namazda qolumu açım yoxsa bağlayım, onda kafir, həmən bu Cübbəli Əhməd köləlik elədiyi kafirlər fikirləşir ki, o qolları necə kəsin? İmam Xümeyni həmən şəxsdir ki, ilk addımı Sünni Fələstinlilərin müdafiəsi oldu. Bugün İsraillə, Amerika ilə İranın düşmənçiliyi məsələ Fələstin üzərindədir. Sünni Fələstin üzərindədir. Daha sonra bu məlun qeyd edir ki, İran, Həşdüşşəb filan bu qurumların adını çəkir. Hansı ki, bunlar birbaşa Yahudi Amerika cütlüyünə qarşı vuruşan qüvvələrdir. Bu, onları tənqid eləyir. Niyə IŞİD-i tənqid eləmir? Nə Boko Haramı tənqid eləmir? Niyə Əl-Qaidəni tənqid eləmir? Niyə? Çünki onlar da bunun kimi
Qərbin Amerika-İsrail cütlüyünün kölələridir. Daha sonra deyir ki, atasının gözü qabağında qızları zorlayırlar. İnsan nə qədər mənəviyyatını itirməlidir, şəxsiyyətini itirməlidir, inancını itirməlidir, Allah qorxusu qəlbində olmamalıdır ki, adamlara belə bir iftira atmış olsun. Bunu bu Cübbəli Əhməd deyir. Deyir ki, heç bir əhl-i sünnə, heç bir şiyyənin toyuğuna kiş demir. Bəli, əhl-i sünnə demir. Amma sən ki özünü əhli sünni sayırsan və yaxud da şiyyəyə atmadığın böhtan qalmadı, demədiyin yalandan qalmadı, oxumadığın pisliklər qalmadı. Necə demir? Məgər sən kör idinmi, görmürdünmü ki, sənin kimi özünü əhl-i sünnə qeyd edən işit qüvvələri, Mosulda qadınları, şiyə qadınları, sünni qadınları, vəhabi olmadıqları üçün, sənin kimi şərəfsiz olmadıqları üçün, Yahudi köləsi olmadıqları üçün bazarlarda satır, kişilərini öldürür. Məgər sən bunları görmürdünmü? IŞİD'in törətdiyi Suriyadakı cinayətləri görmürdünmü? Daha sonra deyir ki, bunun daha sonra deyir ki, İranın Yəməndə, Suriyada, İraqda nə işi var? Niyə iş olmamalıdır? Niyə Amerika onları İranın Suriyadan işi çəkilən kimi İsrail Suriyanın yarısını işğal elədi? Qoymalıydı mı işğal eləsin? İsrail qırıb tökdüyü Fələstini niyə duxun çatmır, ləyaqətin çatmır deyəsən, müdafiə edən təkcə İrandır, şiyyədir. Niyə? İsrail-Amerika cütlüyünün orta şərqinin qarşısında mərd-mərdana duran İran deyilmi? Sən harada durmusan onda? Daha sonra deyir ki, Amerikanın, İranın maşası olmaqla Amerika, İsrail müsəlmanların boğazından yapışır. Heç utanmırsanmı? Heç özünə bir hörmət qoymursanmı? Heç insanların üzünə baxanda özündə bir xəcalət hissi keçirtmirsənmi? Bəs necə maşası idi ki, bu günləri İranın, Amerikanın qabağında duran tək dövlət, müsəlman dövlət İrandır. Sənin kimi özünü, mənəviyyatını, dinini, inancını, dünyasını, ahirətini Amerikaya, İsrailə satan satqın mollalar, satqın rəhbərlər Amerikanın yanında yer aldığı halda İran bugün məzlumların yanındadır. Şiyə bugün məzlumların yanındadır. Daha sonra deyir ki, müsəlmanların Quranı rədd edirlər, Quranı naqis bilirlər, Quranın Allah Quranı qoruyur ayəsini inkar edirlər. Bir dənə dəlil gətir qoy ortalığa, bir dənə mənbə gətir qoy ortalığa. Bir dənə şiyə, mötəbər şiyə mənbəsində yoxdur ki, bu ayələr inkar olunsun. Şiyyənin mövqeyi budur ki, Quran-ı Kərimdə bir dənə hərif belə dəyişməyib, dəyişilə də bilməz. Amma onun dəstəklədiyi o fanat din düşüncəsində olanlardır bu iftiranı Qurana atanlar ki, güya Quran dəyişdirilib. Daha sonra bu məlun deyir ki, bəs şiyyələr 110 min səhabəni küfr edirlər, söyürlər. Heç nə demirəm, yalansa Allah sənə lənət eləsin. Başqa bir söz demirəm. Hansı səhabəni söyür? Harada görülüb ki, şiyyə bir kəlmə, hətta Ayşə haqqında, Ömər haqqında söyüş işlətsin? Harada deyilib? Onu sənin kimi satqın, ləyaqətsiz insanlardır ki, öz kitablarında qeyd eləyiblər və onu bugün şiyyələrin adına çıxırsınız. Heç bir mötəbər şiyyə kitabında Qutubu Ərbəə deyilir, Usul-u Kafi, Mən la yəhsirül fəqih, Təhzib, İstibsar, bir dənəsində belə bir hədis yoxdur ki, səhabə söyülsün. Tənqid oluna bilər və bu hamının haqqıdır və tənqid olunmalıdır da. Amma təhqir olunmaq şiyyədə yoxdur. Sənin kimi şərəfsizlərin işidir. Yəni bu insanın iç yüzü budur. Bu insanın təbliğatına uyub hansısa bir İslam qəbul eləmək İslam'a ən böyük xəyanətdir. Vəssalamu aleykum və rəhmətullah.